Salam əziz şagirdlər, 5-ci sinif ingilis dili dərsliyindən səhifə 92-nin izahı. Listening and vocabulary. Dinləmə və lüğət. Birinci tapşırıq. Look at the image and check the correct answer. What does it represent? An infographic, an interview. Əziz şagirdlər, bu suala cavab vermək üçün biz çərçivənin içərisindəki olan no enerji bölməni oxumalıyıq. İkinci tapşırıqda look at the image. Şəkilə bax. Complete the sentences with the word below. Aşağıda göstərilən sözlərdən istifadə edərək cümlələri tamamlayırıq. Then listen the podcast and check. Və sonra yoxlayırıq. Don't eat junk food. Don't go to bed late. Don't sit down all day. Drink water. Eat healthy food. Sağlam olmayan qidanı yemə. Erkən, yəni gec yatmağa getmə. Bütün gün boyu oturma. Su iç və sağlam qidaları ye. Do exercise. Bu idman et. Kick a soccer ball, futbol topuna təpik vur. Play basketball, basketbol oyna. Catch a volleyball, voleybol topunu yaxala. Don't take the bus, avtobusdan istifadə etmə. Walk with your friends, dostlarınla gəz, bu müsbətdir. Hang out with your friends, dostlarınla vaxt keçir. Eat healthy food, don't eat junk food. Drink water. Don't drink soda. Don't sit down all day. Don't go to bed late. Gec yatmağa getmə. İndi mən bu çərçivələrin içərisində bunu yazım. Come on, you can do it. Gəl, sən bunu edə bilərsən. İndi birinci tapşırığa qayıdaraq deyə bilərik ki, bu an infografikdir. Yəni, şəkilli məlumatdır. An interview isə müsahibə deməkdir. Amma düzgün cavab an infografikdir. Tapşırığa keçək. Complete the chart with the expressions that have similar meaning. Use the infographic to help you. İfadələrdən istifadə edərək bu çərçivələri dolduracaq. Şəkilli məlumatdan kömək alaraq. Do exercise, idman et. Eat healthy food, sağlam qidalan. Burada da don't eat junk food. Üçüncüdə don't go to bed late. Yatmağa, çox gec yatmağa getmə. Go to bed early, erkən yat. 4-də drink water, su iç. Don't drink soda, qazlı su içmə. 4-cü tapşırıq listen, check and repeat. Qulaq as, yoxla və təkrarla. 1. Do exercise. Don't sit down all day.
2. Eat healthy food. Don't eat junk food. 3. Go to bed early. Don't go to bed late. 4. Drink water. Don't drink soda. Beşinci tapşırıq dinləmədir. This infographic is really interesting. What do you do, Sergio? Well, I play basketball on Tuesdays. Really? So do I. Let's see. I eat junk food. I don't eat healthy food. Oh, I eat healthy food and I don't eat junk food, but I play on my cell phone all day. Really? I don't. I do exercise. Maria da basketbol oynuyor. Sergey de basketbol oynuyor. Her ikisi doğrudur. Eat junk food. Maria junk food yemir. Don't eat junk food. Sergey junk food. Eat junk food. Bu doğrudur. Sonra eat healthy food. Maria eats healthy food. Maria plays on the cell phone. Sergey does exercise. Keçək növbəti səhifə Language in Context səhifə 93-də kontekstdə deyil. Birinci tapşırıq Complete the instruction from the postcard in the chart. Use the words below. Biz bu aşağıdakı göstərilən sözlərdən istifadə edərək çərçivəni dolduracaq. Imperatives bilirik ki, əmr cümlələridir. Affirmative təsdiq əmr cümləsidir. Negativ isə inkar əmr cümləsi. Put on your sneakers. İdman ayaqqabılarını giyin. Don't take the bus to school. Məktəbə avtobusla getmə. Go to the park. Parka git. Come on. Don't eat junk food. Don't drink soda. Gazlı su içme. Tapşırıq 2. Match the beginnings of the sentences from 1 to 6 with the ending. A, F. Birdən 6'ya qədər olan sözləri A, B, C, D, E, F ilə birləşdirərək cümlə yaradacaq. Əmr cümləsi. Don't write on the wall. Divarı yazma. Don't forget to drink 2 liters of water every day. Gündə 2 litr su içməyi unutma. Eat fruit to be healthy. Sağlamlıq üçün meyvə ye. Do your homework every day. Hər gün ev tapşırığını et. Get up now. It's 10 o'clock. Saat 10'dur. Uyan. Don't use your cell phone in class. Sinifdə mobil telefondan istifadə etmə. Üçüncü tapşırıq. Tapşırıq 3. Look at the images. Make affirmative and negative imperative sentences. Şəkillərə baxaraq təsdiq və inkarda əmr cümlələri yaradacaq. Eat, yemək. Go to bed late, gec yatmağa getmək. Run, qaçmaq. Watch TV, televizora baxmaq. Wear my t-shirt, mənim köynəyimi geyinmək. Birinci şəkildə görünür ki, run, qaç,
şirdən qaçır. İkincidə don't watch TV. Televizora baxma. Üçdə don't eat junk food. Don't eat junk food, zərərli qida yemə. Don't go to bed late. Gec yatmağa getmə. Don't wear my t-shirt. Mənim köynəyimi geyinmə. Use it. Work in pairs. Cütlük halında iş. Give instruction and act them out. Catch a ball. Topu tut. Drink water. Su iç. Öz səhifəm 94. Across the curricula. Physical education. Bədən tərbiyəsi. Different sports for different benefits. Fərqli faydalar üçün fərqli idman növləri. Deməli, bu başlıqlı infografiyalı bir neçə əsas ideyalar olan bu mətni oxuyacağıq. Children play sports because they can have fun with their friends. They feel good playing and they like to compete. Uşaqlar dostları ilə əylənmək, özlərini yaxşı hiss etmək və yarışmaq üçün idman edirlər. But for science, sports are really good for you. Alimlər bildirir ki, sənin üçün ən xeyirli olan idman növləri bunlardır. Physically, emotionally, mentally and socially. Physically, fizikidir, yəni əzələ gücünü artırmaq üçündür. Increase muscle strength. Əzələ gücünün artırılması. Reduce stress, depression and extra weight. Bu stresi azaltmaq, agresivliyi, depressiyanı azaltmaq. Improve focus, memory and schoolwork. Diqqəti, yaddaşı və məktəb tapşırıqlarının yaxşılaşdırılmasına xidmət edir. Teach teamwork and respect. Komanda işi və hörməti deməli öyrənilməsidir. Scientists also say that it's good to practice different types of sports and not only one. Why? Alimlər həmçinin deyir ki, yalnız bir idman növü ilə deyil, həmçinin müxtəlif idman növləri ilə də məşğul olmaq. Niyə? When you play different sports that have a variety of movements and skills, you feel motivated. Sən idman edərkən, fərqli idmanlar edərkən, sənin deməli fiziki qabiliyyətin inkişaf edir və motivasiyan artır. Səni yaxşı motivasiyada saxlayır. Different sports develop different physical abilities. Müxtəlif idman növləri müxtəlif qabiliyyətlər yaradır. Sports like running, soccer and swimming develop your heart and lungs. Qaçış, futbol, üzgüçülük, ürək və ciyərləri inkişaf etdirir. Yoga and pilates are excellent for flexibility. Yoga və pilates çeviklik üçün mükəmməldir. And activities like weight training can make you strong. Sağlam və güclü olmaq üçün ağırlıq məşqləri də sizi güclü edir. Burada saat işarəsi göstərilən onu bildirir ki, gündəlik hədəflərdən söhbət gedəcək. So to be healthy and strong and 60 minutes of sports to your day and go for it. Sağlam və güclü qalmaq üçün hər gün 60 dəqiqə idmanla məşğul olmağı tövsiyə edilir. You can try different types of sports, practice every day and enjoy life. Sən hər gün idmanın müxtəlif növləri ilə məşğul ola bilərsən və həyatdan zövq ala bilərsən.
Tapşırıq 1 səhifə 95-də read the text quickly and check the correct answer. Mətni cəld oxu və düzgün suala əsasən düzgün variantı işarələ. The aim of the text is mətnin əsas məqsədi. To ask children to take part in physical education classes. Uşaqlara fiziki tərbiyə dərslərində iştirak etməsini söyləyir. To inform about multiple benefits of sports. İdmanın müxtəlif deməli faydaları haqqında məlumat verir. To tell a story with attractive images and lettering. Burada düzgün cavab budur. You can see that the text is metin əsas nə haqqındadır? Artistic, critical and educational təhsil, incəsənət və yaxud tənqid, əlbəttə ki, educational. İkinci. Read and listen to the text. Check the true sentences. Oxu və mətnə qulaq as, doğru olanı işarələ. Different sports for different benefits. Children play sports because they can have fun with their friends, they feel good playing, and they like to compete. But for scientists, sports are really good for you physically, mentally, emotionally, and socially. Scientists say sports can increase muscle strength and flexibility, reduce stress, depression, and obesity, improve concentration, memory, and schoolwork, teach collaboration and respect. Scientists also say that it's good to practice different types of sports, not only one. Why? When you play different sports that have a variety of movements and skills, you don't feel demotivated. Different sports develop different physical abilities. Sports like running, soccer, and swimming develop your cardio activity and respiratory capacity. Yoga and Pilates are excellent for flexibility. And activities like weight training can make you strong. So, to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. You can try different types of sports, practice every day, and enjoy life. Qulaq as, doğru olanı işarələ. All children play sports. Bütün uşaqlar idman edir. All sports develop the same physical skills. Bütün idmanlar eyni fiziki qabiliyyəti artırır. It's a good idea to practice different sports. Bu yaxşı fikirdir ki, müxtəlif idman növləri ilə məşğul olsunlar. Scientists do lots of sports. Alimlər idmanı daha çox idman edir. Sports are fun. İdman əyləncəlidir. Burada it's a good idea to practice different sports və sports are fine. Bunlar doğrudur. Üçüncü, what are the activities below good for? Read the text again and complete the chart. Mətni oxuyaq və bunu düzgün, yəni cardio activities, flexibility and strength. Həmin bu idman növlərin adlarını burada qeyd edirik. Mən burada yazıram. Plates, pilates, soccer, futbol, swimming, üzgüçülük, weight training, yoga da yoga. Dördüncü tapşırıq. Match the beginnings of the sentences from 1 to 5 with the endings AE. Biz 1-dən 5-ə qədər olanları A, B, C, D, E ilə uyğunlaşdıracağıq. Different sports can develop different
physical abilities. Müxtəlif idman növləri müxtəlif fiziki qabiliyyətlər yaradır, inkişaf etdirir. To be flexible, bunu birləşdirəcəyik do yoga and pilates. Flexible yəni belə olmaq üçün biz yoga və pilateslə məşğul olmalıyıq. Üçüncü, practice sports for 60 minutes a day. Gündə 60 dəqiqə idmanla məşğul olmaq. Üçdə, eynən to be healthy and strong, güclü və sağlam edir. Dördüncü, scientists say that sports are good for you physically, mentally and socially. Alimlər deyir ki, idmanla məşğul olmaq insanı həm fiziki, həm ruhi, həm də sosial cəhətdən aktiv edir. Sports can teach, idmanı collaborations and respect, insanda hörmət yaradır. Words in context, kontekstdə söz. Find in the text, mətndə axtar. The opposite of reduce, increase, azaltmağın əksi. Increase'dir, yəni antonimi. Synonym for ability, bacarıq qabiliyyətin sinonimi. Skills, a word of to make something better, nəyəsə yaxşı etməyin. Improve. Altıncı, develop, inkişaf etmək. Strange, düzgün qədd-qamət deməkdir. Strong, güclü. Weight training, makes your muscles big, sənin muskulunu güclü edir. Weight training, ağırlıq qaldırma, ağır çəkilər. Exercise makes you healthy and strong, idman etmək səni sağlam və güclü edir. Damien does different sports. He wants to develop new skills. Damien çoxlu fərqli idmanlarla məşğul olur. O istəyir ki, onun fiziki bacarıqları, yəni yeni fiziki bacarıqlar inkişaf etdirsin. Cəmilə has the strength to win a gold medal at the Olympics. Cəmilənin olimpik idman yarışlarında, olimpiyadalarda qalib gəlmək üçün gücü vardır. Do you think these types of text are effectively to motivate people? Why not? Necə düşünürsən? Mətnin bu hissələri insanların motivasiyasına təsir edəcəkmi? Niyə yox? Yes, I do. I think these types of text are effective to motivate people because it's good to practice different types of sports. Səhifə 96-nın izahı, writing yazı. Dear Mr. Smith, Aziz cənab Smith, I am Sam and I am writing to you to suggest a new activity for our PE class. Mənim adım Sam'dir və mən sizə özümüzün idman dərsimiz üçün öz uğurumdan, yəni fəaliyyətimizdən yazıram. My favorite sport is basketball. Mənim sevimli idmanım basketboldur. This is a good activity for our PE class because we can become strong, develop our muscles and work with coordination. Bu bizim idman dərsimiz üçün çox yaxşı bir fəaliyyətdir. Çünki bu bizi güclü edir və bizim muskulumuzu inkişaf etdirir, yəni əzələlərimizi möhkəmləndirir. Basketball is an activity that we can do in the gymnasium. Basketbol bizim gimnaziyada da edə biləcəyimiz bir fəaliyyətdir. It's a good activity because we can improve teamwork and have fun. Bu yaxşı bir fəaliyyətdir çünki biz komanda halında işləməyi və əylənməyi bilirik. Best wishes. Xoş arzularla Sam. Birinci, read and listen to the mail and answer the question. Məktubu bir daha oxuyun və suallara cavab verin. Who is writing the email? Məktubu kim yazıb? Sam. Who is receiving the email? Mr. Smith. Kimə məktub çatır? Cənab Smith'ə. What is the main ideas in the email? Mətnin əsas məqsədi nədir? To propose basketball as a physical education activity, to express all the students' opinions,
to show how physical education class can be fun. Əlbəttə ki, burada basketbolun fiziki tərbiyə dərsi üçün, yəni idman dərsi üçün bir fəaliyyət növü olduğundan deyir. Number the parts of the email from 1-4. Greeting. Number the parts of the mail from 1-4. Greeting. Bu başlıq hissədir, salamlaşmadır. Closing sonluq. Başlıqda deyir Dear Mr. Smith. Sonluqda Best wishes Sam. Introduction. I am Sam and I am working I am Sam and I am writing to you to suggest a new activity for our PM class. Subject. Burada basketball. PE. Read and look. Oku ve bak. Underline expression of because in the mail. Altından xətt çəkilmiş ifade. Plan the mail giving your suggestion for a new activity in PE classes. Özünün idman dərsi üçün yeni bir fəaliyyət haqqında uğurundan danış. Yaz. Belə bir email yazmalısan. Think about the activities you like. Özünün sevdiyin fəaliyyət haqqında düşün. Use Sam's email as a model to plan your text. Öz məktubunu yazmaq üçün Sam'in emailindən bir model kimi istifadə edə bilərsən. Üçüncü, write the first version of your email. Make sure you include the parts of an email in exercise 3. Tapşırıq 3-dəki addımlara əsasən məktubu yazmalısan. 6-da change presentation with a partner and check his her work. Use the checklist below. Deməli, aşağıdakı bunları yoxlayacağıq. Siyahıda olanları öz təqdimatımızı yoldaşımızın təqdimatı ilə dəyişərək, istər qadın, istər kişi cinsi, yəni oğlan və qızın təqdimatı ilə dəyişərək burada yoxlayacağıq ki, bunları düzgün addımlara riayət edibmi, yoxsa yox. Name of person sending the email. Məktubu göndərən şəxsin adı. Name of person receiving the email. Məktubu alan şəxsin adı. Greeting, salamlaşma. Introduction and the suggestion for a new activity. Təqdimat və yeni bir fəaliyyət növü haqqında. Subject, fan, closing isə sonluqdur. Siz də belə formada yaza bilərsiniz. Subject, PE classes. Dear Mr. Smith, I am. Hər hansı biriniz adınızı yazın. And I am writing to you to suggest a new activities for our PE class. My favorite sport is volleyball. This is a good activities for our PE class because we can improve our coordination and stay healthy. And stay active. Volleyball is an activity that we can do in the gymnasium. It is a good activity because we can play together in teams and have a great time. Best wishes. Özünüzün adınızı qeyd edirsiniz burada. Think, düşün. Use because to give a reason why. Yəni çünki bağlayıcısını ancaq nəysə səbəbini bildirmək üçün istifadə edirik. Əziz şagirdlər, bugünkü dərsimiz sona çatır. Növbəti izahlarda görüşmək ümidi ilə kanalıma abunə olub like atmağı unutmayın. Bye bye.